Salam değerli izləyicilərimiz, İnsan Hakları verilişi efirdə və sizinlə mən Vüqar İlmanoğlu. Değerli izləyicilərimiz, bir neçə gün bundan öncə sosial şəbəkələrdə və sosial mediada yayılan müzakirə ümumi respublika üzrə rezonansda olmuşdur. Mövzu nədən ibarət idi? Az yaşlı uşağın işgəncə verilməsi ilə bağlı bütün sosial şəbəkələrdə mənfi fikirlər yayılmasıydı. Sözü gedən məsələ ilə biz çalışdıq ki, aidiyyəti üzrə orqanlarla belə deyək, əlaqə yaradaq və əlaqəni də yaratdıq. Bizim əldə etdiyimiz məlumatlara əsasən sözü gedən uşağın adı çəkilmir. Çünki az yaşlı olduğu üçün uşağın adı çəkilmir və uşağın valideyni belə deyək, Moldova Respublikasının vətəndaşı Nina xanımın, yenə deyirəm, soy adı çəkilmir, məxfi olaraq istintaq aparıldığı üçün, yəni biz istintaq materiallarının asılmasını verə bilmərik, araşdırmasını apardıq. Bizə məlum oldu ki, həqiqətən burada Moldova Respublikasının vətəndaşı Nina xanım və onun qeyri-rəsmi nikahda hal-hazırda yaşayan Ələkbərli Ayxan Firdevsi oğlunun bu əməldə heç bir, heç bir günahı yoxdur. Və ona bunların əsaslanması da bizim üçün göndərilən və heç bir yerdə aşkarlanmayan, heç bir yerdə göstərilməyən video faktları və görüntüləri sizə mən təqdim edəcəm. Həmin təqdim etdiyimiz videolarda və şəkillərdə, foto şəkillərdə siz görəcəksiniz ki, həqiqətən uşaq, 6 yaşlı uşaq, az yaşlı uşaq anasını istəyir, atasını istəmir və orada da rus dilində deyir, Moldova vətəndaşı olmağına baxmayaraq, orada deyir ki, ya не хочу отца, я не хочу идти с папой. Я хочу остаться с мамой. Хорошо, успокойся. Поиграешься. С папой посмотришь, как потом скажи. Cinayət tərkibli iş yaradaraq ananı və ananın birgə yaşadığı Ayxanın, Ələkbərli Ayxan, Ayxana qarşı cinayət işi qaldırılıb. Bu, mən düşünürəm ki, belə deyil. Əsassızdır, çünki Ələkbərli Ayxan Firdevsi oğlu öz övladı olmaya, uşaq 6 yaşlı uşağa 400-500 manatlıq pultla işləyən avtonəqliyyat vasitəsi alır. Опять забыл. You're in my heart. Yeah, they're invincible, and she's just in the background. And she said, Bəli, dəyərli izləyicilərimiz, bu faktı biz insan hakları olaraq götürdük araşdırmaq üçün. Nə üçün? Burada uşaq hüququ var, ana hüququ var və digər dövlətin nümayəndəsinin hüququ var burada. Üç tərəfli piramida yaranan bir mənzərədir. Bir tərəfdən ana Nina xanım Moldova Respublikasının vətəndaşıdır. Bir tərəfdən Azərbaycan Respublikasının vətəndaşıdır Ayxan.
Bir tərəfdən də üçüncü nöqtə də uşaq, azyaşlı uşaq, onun mövqeyi. Biz burada orta bir məxrəc tapmağa çalışırıq ki, həqiqətən Ayxan və Nina xanım uşağa, azyaşlı uşağa, 6 yaşlı uşağa işgəncə veriblər və yaxud verməyiblər. Bu barədə biz Ayxan müəllimin və Nina xanımın vəkilinə müraciət edirik. Moldova Respublikasının səfirliyinə və konsulluğuna buradan müraciət edəcəyik. Və uşaq ki, belə deyək, az yaşlı uşaq, 6 yaşında uşaq olan, Nina xanımın övladı olan, 6 yaşında uşaq olan bağçaya gedibsə, burada bir məqam var. Bir məqam var ki, əgər ana və ananın qeyri-rəsmi qaydada yaşayan, qeyri-rəsmi nigahdan yaşayan Ayxanla birgə yaşadığı dövrdə uşağa təcavüz ediblərsə, xəsarət getiriblərsə və yaxud da filan belə nəysə belə bir şey olubsa, bu uşaq hər gün mütəmadi olaraq uşaq bağçasına gedib. Və uşaq bağçasında hər bir müəllimə hər səhər uşağı valideynlə qəbul edərkən onun bütün belə deyək, baxış keçirilməlidir bədəninə, sağlamlığına, gözünə, başına. Əgər bu uşaqda hər hansı bir xəsarət olmuş olsaydı, psixoloji sarsıntı olmuş olsaydı, bağça müdirəsi, bağça müəlliməsi, təlimçisi nəyə görə aidiyyəti üzrə orqanlara müraciət etməyib? Bu araşdırmanı biz davam etdirəcəyik və bu araşdırma müstəndiq tərəfindən, Yasamal rayon polis idarəsinin müstəndigi tərəfindən hansı mövqe tərəfindən yanaşırsa, necə yanaşırsa, nə üçün dəlilləri toplamayıb, təqdim etməyib istintaqa, dəyərli izləyicilərimiz, araşdırmamız davam edir. Mənimlə qalın ki, bütün bunların hamısının təfərrüatını biləsiniz. Sağ olun, gələn görüşlərə də.